Ədəbiyyatdan əbədiyyatda keçən Leyli və Məcnun həm də musiqidə ölməzlik qazanıb. Dahi Üzeyir Hacıbəylinin 1908-ci ildə qələmə aldığı ilk opera əbədi yaşar bəstəkarımızın sənət zirvəsidir. İlk milli operamız Muğam operası Leyli və Məcnun ölkəmizdə ilk dəfə olaraq Heydər Əliyev Sarayının səhnəsində təqdim olundu. Opera Günləri layihəsi çərçivəsində. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ölkəmizdə ilk dəfə olaraq iyunun 6-sından 25-nə dək keçiriləcək Opera Günləri adlı geniş miqyaslı layihəyə start verdim. Layihə çərçivəsində ilk dəfə Heydər Əliyev Sarayının səhnəsində Dahi Üzeyir Hacıbəylinin Ölməz Leyli və Məcnun operası təqdim edildi. Qeyd edək ki, Opera Günləri çərçivəsində möhtəşəm opera tamaşalarının nümayişi, tanınmış vokal ustalarının iştirakı ilə açıq ustad dərsləri, beynəlxalq opera forumu və ictimai müzakirələr, regionlarda klassik musiqi ifaçılarının çıxışları, ilin ən fəal tamaşaçısı nominasiyası üzrə mükafatlandırma mərasimi də nəzərdə tutulub. Heydər Əliyev Sarayının səhnəsində ilk dəfə olaraq təqdim olunan Leyli və Məcnun operasının bu dəfəki nümayişində baş partiyaları xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov hər zaman olduğu kimi möhtəşəm şəkildə ifa etdilər. Bəli, onlar bir-birini dəlicəsinə sevirdi. Bu məhəbbət şərqin əbədi dastanına çevrildi. Bu dastan qərb ədəbiyyatının əsl rəqibi oldu. Ədəbiyyatdan əbədiyyatda keçən Leyli və Məcnun məhəbbəti həm də musiqidə ölməzlik qazandı. Heydər Əliyev Sarayının səhnəsində 3 pərdəli, 6 şəkilli tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi, Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin müşayiəti ilə təqdim edilən operanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva idi. Bu il bildiyimiz kimi Dahi Üzeyir Hacıbəylinin 140 illiyi idi. Yəni 1908-ci ildə Üzeyir Hacıbəyli Şərqdə İlk dəfə olaraq Leyli və Məcnun operası yazdı və Leyli Məcnun operasını yazmaqla Azərbaycanda klassik musiqinin ənənəsini qoydu və artıq keçən bu müddətdə onlarla opera yazan bəstəkarlar meydana gəldi, ifaçılıq mədəniyyəti puxtaləşdi və musiqimizdə böyük bir inqilab oldu. Və bugün biz ilk dəfə olaraq Leyli və Məcnun operasını Heydər Əliyev Sarayında nümayiş elətdiririk. Bilirsiniz ki, Opera Balet Teatrında həmişə bu nümayiş olunurdu, amma ilk dəfə olaraq Heydər Əliyev Sarayında bu nümayiş olunur. İki dahinin yaratdığı Məhəmməd Füzulinin və Üzeyir Hacıbəyovun bu əsəri öz həmişə aktuallığını saxlayır. Ona görə ki, bu əsər ölməz əsərdir. Həm musiqi cəhətindən, həm ondan sonra sözlər baxımından, çox fəlsəfi sözləri var. Ümumiyyətlə, Üzeyir Hacıbəyov 7 muğamımızın, əsas muğamlarımızdan 7-sində deyərdim ki, bu muğamda istifadə edildi. Leyli Məcnunun ölməzliyinin səbəbi onun muğam tamaşası olmasıdır ki, çünki bunun kökündə muğamımız dayanır və əbədi məhəbbət dayanır. İki böyük dahinin yaratdığı bu əsər Məhəmməd Füzuli və Üzeyir Hacıbəylinin birgə yaratdığı bu əsər, mən düşünürəm ki, əsrlərlə yaşayacaqdır. Və bu dəfə ilkdir, bir ilkə biz imza atırıq. Təbii ki, Leyli Məcnunun tarixində ilk dəfə olaraq ölkənin baş sarayında bu tamaşa yayımlanır. Çünki çoxsaylı tamaşaçıların istəyi nəzərə alınıb. Biz xoşbəxt bir xalqıq ki, bizim muğamımız var, bizim milli musiqimiz var və nə yaxşı ki, Üzeyir bəy kimi dahi, görkəmli bəstəkarlar belə operalar yazıblar, yaradıblar.
Artıq bir əsrdən çoxdur ki, bu əsər müxtəlif quruluşlarda tamaşaya qoyulur. Nəsildən nəslə Məcnunlar, Leylilər dəyişir. Amma əsərin təravəti və tamaşaçı sevgisi azalmır. Elə səngiməyən tamaşaçı alqışı da.